Nerv Accessoires səhifəsindən mənə belə bir hədiyyə paketi gəlib. Gəlin onun içindəkilərə bir yerdə baxaq. İlk öncə onu qeyd etmək istəyirəm ki, bütün hədiyyələr çox gözəl şəkildə, daha doğrusu aksesuarlar çox gözəl şəkildə paketlənib. Və ən əsası da, baxın, gördüyünüz bütün aksesuarlar hər biri Hoopingdir. Hooping bilirsiniz ki, qaralmır, qətiyyən allergiya vermir. Ona görə də çox keyfiyyətlidir. Kiçik bizneslərə dəstək olmağı çox sevirəm. Çünki onsuz da ki, böyük mağazalar həmişə qazanır. Amma belə xanımlardan biz məhsul aldıqda onlara nə qədər xeyir vermiş oluruq. Xüsusilə də baxın belə keyfiyyətli məhsullar olanda. Baxın, məsələn, belə bir sırğa var. Çox qəşəngdir. İndi qulağıma taxım, elə də sizə göstərim. Baxın, ilk sırğa bu şəkildə görsənir. Məncə çox qəşəngdir, çox belə elegant görsənir. Uzaqdan da belə. Həm gündəliyə uyğundur, həm də ziyafətə. Üzərindəki qaşlar da qəşəng parıldayır. İkinci modelimiz də baxın bu şəkildədir. Bu daha çox belə böyük modeldir, amma çox qəşəng görsənir. İndi bunu da taxıram. Mən susun, sırğa danışsın. Görün nə gözəl görsənir. Çox qəşəng görsənir. Yəni həm zərifdir, həm idealdır, həm də ki, paslanmaz poladdan hazırlandığı üçün qətiyyən allergiya vermir və qaralmır. Amma siz bunun yəni gözəlliyinə baxın. Sırğada baxın bu şəkildə görsənir. Bu da məncə çox qəşəngdir. Görünüşü həm zərifdir, həm də elegant görsənir məncə. Yəni sifariş eləmək olar. Bunun bağlanma hissəsi də bu şəkildədir, belə bağlanır. Onu qeyd etmək istəyirəm ki, qızlar, burada məhsullar keyfiyyətli olmasına baxmayaraq çox münasib qiymətlidir. Hətta tez-tez endirimlər də olur. Qəşəngdir. Bunlardan əlavə bir dənə belə bir bilərzik də götürmüşdüm. Gəlin ona da baxaq, ulduz detaylı. Bunu da bu şəkildə taxıram. Məncə çox qəşəng görsənir. Baxın, buradakı bu ulduz detallı qəşəng qaşlarla bəzədilib. Bu da paslanmaz poladdır, yəni qətiyyən qaralmır. Rahatlıqla gündəlikdə istifadə edə bilərsiniz. Məncə çox qəşəng görsənir. Nerv Accessoires'dən baxın, mənim favorim bu sırğa oldu. Bilərziyi də təbii ki bəyəndim. Siz də hansını bəyəndinizsə qeyd etməyi unutmayın. Bayaq bunu səhv taxmışdım, indi düz taxdım. Baxın, nə qəşəng görsənir.